Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizləri Mərdəkanda, yox, Şüvalan ərazisindən, düzün deyim də, dəqiq olaraq Şüvalan ərazisindən salamlayıram. Sizə 4 sotun içərisində, 4 də deməyim, dəqiq deyim, 3,7 sotdur. 3,7 sotun içərisində çox gözəl bir ev təqdim edəcəm. Qiyməti də qəşəngdir. Mən dediyim qiymətdən yenə də endirim olunacaq. Dəyərli izləyicilərimiz, bir dənə çıxaq eləyim. Çıxaq mən göstərirəm həmişə də. İndi də göstərim bir dənə. Xahiş edirəm. Küçəni göstərək. Burada evlər necə yerləşib onu da göstərim. Baxın bu dalandır, zolaqdır. Bu zolaqda 3 dənə ev yerləşir. Başdakı ev Allah xeyirləsin. Oranı satıblar. Orada yaşayış var. Orada yaşayırlar. Baxın, bax bu ev satılır. Sizə elə bir qiymət deyəcəm ki, məni izləyin. Baxın, bu da küçəsidir. Maşallah. İndi birinci olaraq mən bu evi sizə təqdim edəcəm. 4 sota yaxın evdir, 4 otaqlıdır. Evin içərisində də girəndə görəcəksiniz ki, çox qəşəng, zövqlü inşa olunub. Elvin, obrusunda qapısını açım göstərim, yoxsa birbaşa eyni şeydir. Buna promo eləyək. Göstərək bir dənə, qapısı açıqdır. Hələ belə tez bazar şey olsa onu da göstərim. İşıqları yanmır. Amma onun işıqları bütöv olaraq proyekt demək olar ki, eyni şeydir. Bunun da qiyməti, onun da qiyməti eyni qiymətdir. Əgər hasar buradadırsa tez açacağım. Hasar buradadır. Bir dənə bunu da göstərək. Sonra keçim dəqiq olaraq olursun. Çəkək göstərək. Baxın, bunun da həyəti belədir. Dəyişiklik demək olar ki, yoxdur. Burada da söhbətgahdır. Mebel yığılıb, daxilində sanitar qovşağıdır. Hovuzdur. 4 otaqlıdır. Bu evdə, o evdə start olaraq başlanğıc qiymət 270.000 manatdır. Yəni qiymət də oradan deyirəm, çox qəşəngdir. Endirim də olunacaq. Ev sahibi dedi ki, müştərim gəlsin, danışaq, endirim də eləyəcəm. Baxın, işıq sayğacı var, qaz sayğacı var, su sayğacı var. Hamısı yerli yerində. İnternet var, burada yaşayış var. 3 dənə qonşuya aiddir bura. Keçək evin həyətinə. Gəl, dənə buranı göstərim. Həyət 3 dənə maşın yerləşər, dayanar həyətdə. Rahat. Sonra keçirik söhbətgaha. Söhbətgahımız. Söhbətgahda su hövzəsi, qaz sobası çəkilib qoşulub, mətbəx mebeli yığılıb, stol qoyulub. Bir dənə ki, burada sanitar qovşağı. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı var. Bir dənə Elvin, buradan da evin o sol hissəsində göstər. Orada da bir yaşıllıq zonası var. Kiçik də olsa qəşəngdir, səliqəlidir. Tam 4 fəsil yaşamaq üçün nəzərdə tutula bilər bu ev. Demək olar ki, indi evlərin hamısında 4 fəsil yaşayan çoxdur. Bağ kimi istifadə edənlər keçmişə baxanda yavaş-yavaş azalır. Sakitçilik, suyun var, qazın var, işığın var. Gəl yaşa da. Başqa nə lazımdır? Hava tərtəmiz. Gedib oturmuşuq binada, 4 divar arasında, karabkada, yuxarıdan qışqırır, aşağıdan qışqırır. Heç kim yoxdur. Gül kimi. Qiymət də ki, normal. Keçək evin daxilinə. Gəl. Evin içərisi hündür tavan, işıqlı, qəşəng səliqəli. Burada keçən kimi bəzənmə stolu. Lazım olsa, yox, burada yeri var da, bura bir dəfəlik yığmaq olar. Dolab düzdür, bütöv yeri var. Dolab yığırsan ümumi girişçiyə. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Evin ümumi yaşayış sahəsi 155 kvadratdır. 35 kvadratlıq bizim hal-hazırda burada durduğumuz qonaq otağıdır. Vitrin pəncərədir yerə qədər. Divarlarda həm divar kağızından, həm də boyalar istifadə olunaraq təmir olunub evlər. Birinci yataq otağıdır. Yataq otaqları belə hündürdür. Yəni döşəmə ilə tavanın hündürlüyü 3,40-dan yuxarıdır ki, aşağı deyil. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. İkinci yataq otağı. Geniş yataq otağı da 20 kvadratdan yuxarıdır. Yaşayış sahəsi. Üçüncü yataq otağı. Daxilində sanitar qovşağı.
Kupça sənəd hamısı qaydasındadır. Torpağın da, evin də kupçası çıxarışı var. Kupça çıxarış eyni şeydir. Prosta deyirəm ki, bəlkə orada olur da bəziləri başa düşmür. Ona görə deyirəm özüm. İkisi də eyni şeydir. Kupça çıxarışdır. Buradakı mətbəx otağıdır. Mətbəx mebeli də yığılıb, hər bir şey qoyulub. 270 min start qiymət, endirimi də olunacaq inşallah. Dəyərli izləyicilər, çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.